Doktor, mən niyə heç bir kişi ilə münasibət qura bilmirəm? Birini görürəm, anında çox bəyənirəm. Bax deyirəm, budur evdə corablarını hara gəldi atanın. Eysi, bir həftə sonra həmin insandan soyuram. Baxın, kişiləri yaxşı tanıdığınız üçün ola bilsin sizdə Kaggle sindromudur. Kağıl? Kaggle, yəni kişilərin ağlına, qarasına lənət. Heç cür alınmır məndə doktor. 30 yaş keçmiş xanımların çoxsunda belədir. Amma ilk əvvəl simptomu dəqiqləşdirmək üçün mütləq sizi test eləməliyəm. Əlbəttə edək. Burada nə görürsüz Sofiya xanım? Oy, tüklərim biz-biz oldu. Səhərdən axşama kimi əzələmə nə yedirdim deyə dərd çəkən, steroidsiz yaşaya bilməyən, hər gün güzgünün qabağında bədəni ilə eşq yaşayan, tüksüz şişmə broiler görürəm. Aha, bəs burada nə görürsünüz? Ən böyük əyləncəsi pubda oturub, saçaqlı pendir şousunda noxudla pivə içən, hər şeyi evdəkilərlə məsləhətləşən, öz ayaqları üstündə dayana bilməyən, amma üşüdüm üstümə yorğan at tipində birini görürəm. Əla, bəs burada nə görürsünüz? Burada dalaşan kimi səni səndən qabaq bloka atan, naz eləyən, heç bir addım atmayıb statusda söz soxan, bütün baxım kremlərini qadınlardan yaxşı əzbərə bilən, rənsiz kişi tipi. Əla, sonuncu şəkil. Bu sizdə ağıllı, səbirli, ailəcanlı. Pis demək olar ki, heç. Yox, yanılırsınız. Burada 3 dəfə boşanmış, ağıllı danışıb qadınların üzərindən pul qazanan, özünü mükəmməl göstərən, ailə həyatı uğursuz olan bir kişi tipi görməlisiniz. Necə ola bilər bu? Olur. Keçalın dərmanı olsa öz başına sürtər, cəmaata ağıl verilməz.